Allah yanında, Allahın şahid olduğu, Allahdan gələn həqiqəti danan bir insandan daha zalim kim ola bilər? Bir var ki, sən zülm eləyirsən. Zülm nədir? Hər hansı bir haram iş, hər hansı bir haqsızlıq. Zülm o deməkdir ki, kimisə yıxırsan, yerə başını kesirsən, yox. Hər hansı bir haram, hər hansı bir günah bir zülmdür. Səni zülmətə salır. İndi bir var, sən günahkarsan, zalimsən. Bir də var ki, etdiyin günahı, zülmü neynirsən? Mədəniyyətə çevirirsən. Legitim qazanırsan ona, qanuniləşdirirsən. Bugün aktual mövzulardan biri budur. Bir var, mən haram iş görürəm və ələlxüsus bu Hasan başlayır daha çox yayılmağa. Bu sosial şəbəkələrdə filan. Bir var ki, mən əxlaqdan kənar insanam. Bu heç, bu anlaşıldı, bildik ki, sən günahkarsan. Bir də var ki, yəni bir var mən zina edirəm, bir də var ki, mən zinanı mədəniyyət şəklində cəmaata təqdim edirəm. O məsələ budur. Bunun haqqında çəkilən istər filmlər, istər kliplər, istər mahnılar, istər şeirlər fərq eləmir, nə olursa olsun. Əgər bir şey əxlaqdan kənardırsa, dindən uzaqdırsa, bir var o şeyləri insan görürdü, insan başa düşür ki, bu olmaz, bu pisdir. Artıq bu pisi hansı bir mədəniyyət şəklində təqdim edirlər sənə. Sən bəhbəhlə özün də qəbul eləyirsən, öydə də süfrədə qoyursan, hamı da görür, hamı da baxır, hamı da bilir. Və bunun qabağında kəsmək olmur. Ən azından sən təbliğ eləməlisən, sən haqqı deməlisən, sən haqqı çatdırmalısan. Bəli, başa düşülür, bu iş belə bir işdir ki, günahdır. Amma buna bir bəzəkli don giyindirib təqdim eləyirsən, bu artıq fəsadı mədəniyyətə çevirməkdir. Bugün yaşadığımız vəziyyət budur ki, bizə fəsadı, əxlaqsızlığı, zinanı, hətta livatı belə neynirlər? Mədəniyyət şəklində bizə yedizdirirlər. Belə də olmalıdır. Belədir. Xoşun gəlmir, baxma, necə yəni? Axı, sən bunu yayırsan. Mənim xoşum gəlməz, baxmaram. Amma yeni nəsil yetişir. Sənə baxır, onun üçün bu iş adiləşir. Bu hansı məntiqdir, xoşun gəlmir, baxma. Məntiqə bax, mənim səhifəmdə nə işim var? Sən səhifəvi neynirsən? Təqdim eləyirsən cəmaata. Bax, keç, dayanma. Mən keçərəm, mən dayanmaram. Bəs bu gələcək nəsil nə olacaq? Bunun sonrası nə olacaq? Hansı məntiqlə yaşayır bu cəmaat? Axmaq bir dənə məntiqi şüar eləyirlər və bu şüar başlayır axmaq bir söz. Bütün insanların dillər əzbər olur. Zikrinə çevrilir insanların. Baxırsan ki, məntiq yox. Bir dənə məntiqli, bir dənə hikmətli söz eşitmişsiniz, insanların düşsün, dillər əzbər olsun. Qətiyyən. Qətiyyən heç bir əlaqəsi yox. Məsələn, bir cümlə deyim mən sizə, bir dənə cümlədə Əli əleyhissalam deyir ki, ölüm qədər şübhəyə bənzəyən həqiqət yoxdur. Ölüm qədər şübhəyə oxşayan həqiqət yoxdur. Hamı dəqiq bilir öləcək, amma hamına belə şübhə kimi gəldi, heç kəs onun dərinliyini. Bir cümlədir də, qurbansa, bir cümlə. Ölüm qədər şübhəyə bənzəyən həqiqət yoxdur. Məsələn, bu cümləni heç eşitmişsiniz bu sosial şəbəkələrdə hamı işlətsin? Qərdişin limon getirə, qərdişin o dilimliyə. Məsəl üçün də,
Sən Allahım. Söhbətdir bu. Çay dəmləmişəm. O da bir cümlədir, bu da bir cümlədir də. O ondan da uzun cümlədir. Ha görürsün, ne üçün? Əgər bu təsadüfsə, bir dənə yaxşı bir təsadüf göstərin ki, hə, bu yaxşı cümlədir, bu işlənildi. Ha, bu cəmaat üçün bir ibrətdir, bir sözdür. Quran sözdən ibarətdir, daha qurulmuş. Quran sözdən ibarətdir. Söz insanı dirildir də. Görürsünüz, dilimizin əzbəri nələr olur. Görürsünüz, gələcək nəsil nə ilə böyüyür? Çay dəmləmiş. Bunu ilə böyüyür. Nə olacaq bunun axı? Bunların mənəvi məqamı nə olacaq?